Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Birinci desən yol göstərək. Baxın əziz dostlar, sizə şəxsi tikili 7 sotda və tam əşyalı olan bir həyət evini göstərəcək. Bir dənə zəhmət olmasa yol göstərək. Yəni şəhərin mərkəzində belə bir xətlənmə ilə, belə bir keyfiyyətlə və belə bir gözəl məhəllə tapa bilmərsiniz. Bu məlum məsələ. Evimizin görürsünüz ki, daxili çərçivəsi həm darvazamız böyükdür, həm də ki, hər cür, yəni çərçivəsi ağlaydır. Ta ki, zabor bitənə qədər. Qazı suyu işığı daimidir, yəni fasiləsizdir, heç bir qüsur, nöqsan yoxdur. Keçin evimizin həyətyanı sayəsini göstərək. Qoy, müştərilər də gözəllik görsün. Əziz dostlar, evimiz 7 sotdadır və həyətdə əkilən ağac və güllərin hər biri demək olar ki, xaricdən gəlmədir. Yəni, heç biri buradan rayondan gətirilmə ağaclar deyil, çünki çoxsunun üstündə etiketi var. Yay mətbəxi, həyətdə hamam sanuzeli, yan hissəsində əl damcısı, sol hissəsində kombo otağı. Yəni, maşallah olsun, hər cür şəraitə xüsusi diqqət olunub. Buranı bir dənə göstərək zəhmət olmasa, bilirsən ki, Pərviz, bizim profesional almayıb, amma hər şey fikir bildirən müştərimiz var. Bu sahə, əziz dostlar, belə deyək də, qazon idi. Sadəcə doldurublar, müəyyən, təbii ki, dolma ilə əlaqəli tərpəniş ola bilər də, yəni kafeli boşala bilər. 7 sotdur, bir dənə hamam sanuzelini göstərək həyətdə. Hamam sanuzelinin üstü belə paket şifer və çerpiçyadır. İndi azdan çoxdan da qiyməti baxan kimi hiss olunur ki, yəni ucuz deyil. Qiymətimiz əziz dostlar 148.007 sot sənəd bələdiyyədir. Qazlı suyu işığı daimidir. Gördüyünüz qədər evin önünə qədər asfaltdır. Və yəqin ki, bunu bu şəkildə bir tək bizim səhifədə görəcəksiniz təqdimatını. Çünki bacardığımız qədər çalışırıq ki, dəqiq göstərək. Bir dənə gözəlliyinə baxın. Həqiqətən çox gözəl və zövqlüdür. Çöldəki hava şəraitindən də yəqin ki, məlumatınız var, çünki videodan da görsənir. Düşünün ki, həyətdə gəzmək həqiqətən zövq verir də, yəni burada olan şəxsə. Çox yüksək, müsbət enerjili olan bir həyətdir, həmçinin evimizin daxili. Ayaq qoyulacaq hər yer, əziz dostlar, gördüyünüz qədəri beton belə deyil, yəni döşəmə daşdır. Bunların hər biri xərc tələb edir, məlum məsələ. Belə bir geniş bağ sahəsi də var, həmçinin burada, orada digər hissələrimiz olsun. Orada indi ev sakinləri var, keçib görsətmirdik, amma ən sonda üzr istəyirəm, kombo otağıdır və bütün pəncərələri raşotkalıdır, divarların kənarı ağlaydır və həmçinin bağlı qabancıqdır. Və nə əşya görəcəksinizsə, hər biri qalacaq. Bir dənə də yanında yerləşən evlərdə yəqin ki, diqqət yetirdiniz də, necə prestijli bir məhəllədir. Bir tək bu məhəllənin asfaltı var, əziz dostlar, bunu da qeyd edeyim. Yəni, o da deməkdir ki, qonşularımız da yaxşıdır. Yay mətbəxində bir dənə göstərərik. Keçək evimizdə ki, mən tərəfdarı deyiləm videonu çox uzatmağa, amma bu cür evi də danışmadan qısa çəkmək haqsızlıq olar. Və diqqət elədinizsə, əziz dostlar, bütün ağaclardır, güllərdir sulamaq üçün hər birinin yaxın-yaxın, yəni suvarma şəraiti yaradılıb. Şlanq sadəcə kafellə, yəni kafeli, nə bilim, nəyisə yumaq üçün, xalça yumaq üçün, belə deyim də, bunun üçün istifadə olunur. Yəni bağa ehtiyac yoxdur şlanq alıb istifadə eləməyə. Və bura camdır, şüşədir, daha doğrusu, jalüzü düzdür. Bu yayda da açsaz, hər tərəfdən görsənir. Bütün əşyalarımızda qalır, əziz dostlar. Xaldenkindən tutmuş kondisionerinə qədər. Bir tək evdə bir otağın əşyası çıxarılacaq. Baxın, maşallah olsun. Yəni, mən bu evə nə danışım? Çox gözəldir də. İşverin də bir dənə görsət. Qiymət də ki, 148.000 manat. Elə bir qiymətdir ki, əziz dostlar. Yəni, bunu gəlib indi bilməm, hansı vəziyyətdə, nə cür qiymətdə razılaşacaqsınız. Həqiqətən real qiymətdir. Məlum məsələ ki, bu dəqiqə buranı tikmək istəsəz, magistrala birbaşa yaxın məsafədir deyin, əziz dostlar. Yəni, deyə bilmərəm, nə bunu tikmək üçün nə qədər xərcimiz çıxar. 7 sot, bələdiyyə, 4 otaq, yəni 3 yataq, 1 qonaq, hamam sanuzel və mətbəxdən ibarətdir. Belə bir setkası da var ki, yəni gözəlliyinə baxın. 2 metrə yarım, 3 metrindən olar, 3 metr bəlkə də. Nəysə, koridordur. Gördüyünüz qədər stil sistemi kombidir. Evdə əşya olaraq sadəcə yenə deyirəm, bir tək yataq otağının mebeli çıxarılır. Qalan hər şey qalacaq. Birinci başlayaq yataq otağımızdan. Evimizin daxilidir. Görürsünüz ki, otağın özünə məxsus listuru, pərdəsi, dairəvi cütdaş, pəncərələr, raşotka. 148.000 əziz dostlar. Həqiqətən çox gözəl qiymətdir. Hamam sanuzelində bir dənə gözəlliyinə baxın. İsti poldan ibarətdir. Yer hissəsi. Baxın. Mən də almıram, əziz dostlar, məlum məsələ, amma çəkirəm. Yəni, yeganə evlərdən ki, çəkəndə də yorulmuram, çünki çox gözəl aurası var.
7 sotda da bir daha qeyd edilən dairəvi cütdaş beton kəmər söhbətini belə etmək, yəni haqsızlıq olar. Çünki hər biri yüksək səviyyədədir. Daxil olaraq qonaq otağımızı göstərək. Qarşıdan gələn hər birimizin yeni ildən mübarək olsun inşallah. Yolkanı gördük, yadımıza düşdü. Baxın, bu da qonaq otağımız. Sənədimiz bələdiyyə, qiymətimiz 148.000, 7 sotda paket şifer, çerpiç yanında təbii ki. Evdə ki, istifadə olunacaq materialların heç biri zəif və keyfiyyətsiz deyil. Yüksək səviyyədədir. Allah xeyir eləsin. Həqiqətən çox zövqlə, yəni burada olan hal-hazırda enerjini mən sadəcə sizə sözlə deyə bilərəm də. İnşallah qismət olar. Yəni bu cür ev istəyən, böyük torpaqda istəyən müştərilərimizin qarşısına çıxar bu videomuz. Gələr ilə birbaşa da alır. Görər ki, dediyimizdən nə qədər şeydir. Belə çək ki, içəridə xanım var. Qiymət 148.000 əziz dostlar. Bir daha qeyd edirəm ki, baxın, nə əşya görürsünüzsə, elektronika daxil hər biri qalır. Sadəcə bir tək sonda olan yataq otağı çıxacaq. Domofonuna qədər hər biri qaydasında burana görsət. Qazı, su, işığı qətiyyən problem deyil. Görsünüz, domofonda var. Elektronika daxil, kondisionerdir, nədir, nə deyil, hamısı qalır əziz dostlar. Qiymətimiz isə 148.000 manat. Real alıcıya da, yenə deyirəm, evimizin qiyməti real qiymət olduğu üçün yəqin ki, şirinlik olunacaq. Siz də əziz dostlar, evinizi, torpağı satmaq istəyir, səhifədə qeyd olun nömrələrlə mütləq əlaqə saxlayın ki, gəlib çəkib satışında köməkliyi göstərək. Sağ olun, sağlıqla qalın. Həqiqətən bəyənib, fikir